Hamıya salam, kanalıma hoş gəlmisiniz. Bugün həftənin 6-sıdır və işimiz çoxdur. Qızım qaynımla gedib şəhərə ayaqqabı almağa qızıma. Belə ayaqqabısı cırılmışdı, ona görə də lazım idi təzəsini almaq. Və mən burada indi paltar yuyuram, qablar yığılıb, qabları yuyacam indi. Təmizlik işi görürəm. Məhləni уже süpürmüşəm. Səhər duran üçün birinci onu eləyirəm. Birinci məhləni süpürürəm. Sonra isə qalan işlərim. Və cücələri hələ ki buraxmamışam. Çünki başım çox qarışır işə. Ona görə də qorxuram ki pişik aparar. Burada da pişiklər çoxdur. Ona görə də cücələri buraxanda mütləq nəzarət eləmək lazımdır ki pişik aparmasın. Bizdə də cəmi 5 dənə cücə qalıb. Ona görə də dedim ki hələ ki qoy yuvalarında qalsın və işlərimi bitirəndən sonra onu da buraxaram. Hələ ki yem və suyunu vermişəm onların, amma hələ ki buraxmayacağım. Həm də ki hava da bugün biraz sərindir. Nəhayət ki havalar da sərinləyir. Çox isti olmur, çünki istiyə dözümüm yoxdur. Mən Sibirdən gəlmişəm deyə mənə isti, necə deyim, istiyə dözümüm yoxdur da, nə mənim, nə də ki uşaqların. Ona görə də biz başlayırıq ki, hava sərin olsun və küləkli olsun. Burada isə dünən lobya yığmışıq, belə qurulmuş lobyalardan. Bunları dənələmək lazım olacaq. Bugün dənələyəcək inşallah. İndi gözləyirəm nə vaxt burası su yığacaq və bunu aparacağım. Maşına tökeceğim çünkü suyumuz da doldu. Şimdi bunu aparacağım maşına süzeceğim çünkü yapabilirsem çalışıp paltar yuyuram. Ona görə də bu su lazımdır. Bizdə su yoxdur. Ona görə də biz belə özümüzlə aparırıq suyu. Belə. Və bu paltarları yumuşam. Daha doğrusu bizdə belə maşındır. Və avtomat deyil, maşın belədir. Ona görə də biz aynı maşın yudu bu paltarları. Bunları mən elə bil ki əlimdə sonra durulayacağım suyun altında. Və sıxıb səricəm. Özüm eləyəcəm bunu. Çünki bizdə maşın avtomat deyil. Özümüz eləyirik belə. Və indi ikinci sort paltarları da bura atıram. Çiri paltarları. Və maşın burada yuyur. Mən isə bunları durulayıram. Belə. Bunları çəkdirim. Uyandır oğlum. Bu paltarları bura koyuruq. Belə. Və bu suyu bura tökəcəm. Bir vedrə su tökdüm, bir vedrə az elədi, indi deyirəm yenə su yığmağa. Burada isə başlayıram paltarları əlimdə durulamağa. Mən şəhərdə olanda təbii ki avtomat paltar yuyan maşınımız var idi və paltar yumaq çox rahat idi. Çirkli paltarları maşına atırdım, bir müddət sonra da təmiz halda çıxardırdım. Kənddə isə su problemi olduğu üçün qaynanamgil avtomat paltar yuyan maşını ala bilməyiblər. Ona görə də paltarları belə yuyurlar. Həqiqətən də kənd həyatı şəhərdən çox fərqlidir. Amma artıq mən də yavaş-yavaş öyrəşirəm.
Все, nəhayət paltarlardan qurtardım. İndi bunları sıxıb sərəcəm və başlayacağım qabları yumağa. Все, mən paltarlardan qurtardım. Nəhayət yuyub sərdim paltarları. Oğlum isə burada sulanır. Kaçelyada. Kaçelya deyirlər də buna. İşte buna nə deyirlər? Sulancaq, ha? Ha, sulancaqdır. Ha, oğlum burada sulanır, sulancaqda. Və mən indi başlayacağım yemək hazırlamaya. Günortaya. Belə. İndi biraz bu ilə məşğul olum, sonra başlayacağım yemək pişirməyə. Все, başlamışam yemək pişirməyə. İndi soğanı qoruram. Sonra isə tomat pastası əlavə edəcəm və turşu. Bu alça turşusudur. Bunları əlavə edəcəm və sonra düyünü qoymuşam islanmağa. Belə. Düyün eləmək istəyirəm sulu xörək, sulu yemək eləyəcəm. Həm uşaqlar da yesin. Belə. İstəyirəm düyü ilə olan sup eləmək, ətsiz, elə kartoşka ilə, düyü ilə. Əslində ət uşaqlar biri ilə çox yemirlər. Ona görə də belə edəcəm. İstəyirdim makaron əlavə edeyim, amma sonra fikirləşdim ki, düyü daha xeyirli olar. Nəinki makaron. Belə. Все, mənim supum demək olar ki, почти hazırdır. Biraz da gözləyim, kartoşkası bişsin və ondan sonra qazı daha söndürəcəm. Belə. Və buna istəyirəm biraz petruşka töküm, bir də çişniş və petruşka əlavə edəcəm. Axırda da bişəndən sonra. So, yemək bişir və indi bir dənə özümə çay süzdüm. İstəyirəm bir dənə çay içim və sonra isə işimə davam edim. İndi gəlirəm bağçaya. Bir dənə istəyirəm shorts üçün bağçada video paylaşım. Çəkim paylaşım və görürsünüz bura necə də otluqdur. Əslində ayaq altına baxmaq lazımdır. İlan zat olmasın. İlanın üstündən taf deyərəm. Məni sancar. Ona görə də biraz ehtiyat edirəm. Qayıtdım, gəldim. Piçeni ilə indi də shortsumu çəkdim. Shortsu video çəkmişdim bir dənə. İndi isə bir dənə kofe içirəm. Artıq ucu qutarıram və kofeni içəndən sonra istəyirəm qabları yuyum. Çünki yemək yedik. Qalxızdım, uşaqları yatızdırdım və indi düşmüşəm qabları yumağa. Siz bunlara bir baxın da. Necə də qəşəngdilər, şirindilər. Torpaqda eşələnirlər. Eybi yox. Əzəldən səliqəyə salarım buraları. Çox qəşəngdilər, eygidir. Qaynanamla qaynatam şəhərə getmişdilər. Ayan da özləri ilə aparmışdılar. Ayana ayaqqabı almağa. Belə bir ayaqqabılar alıtdılar. Sağ olsunlar, çox qəşəngdir. Belə bir basanuşki. Çox qəşəng qolbaqları da var. Qəşəngdir, də çox stilinidir. Xoşuma gəldi. Və belə bir parça ayaqqabı. Bu da superdir, də qəşəngdir. Cücələr imkan vermədi ki, sizə video çəkim. Və belə bir stilini, qəşəng parçadan olan ayaqqabı. Qara rəngdə alıblar ki, yəqin tez kirlənməsin, amma həqiqətən çox gözəldir, çox bəyəndim, sağ olsunlar. Cibləri dolu olsun, Allah canlarını sağ eləsin, sağ olsunlar, həqiqətən qəşəngdir, çox xoşuma gəldi. Ümidvaram ki, qızım da bəyənəcək. Burada isə başlayıram qabları yumağa. Qabları belə yuyuram. Əvvəlcə qabda yaxşıca sabunlayıram. Hər tərəfini təmizləyirəm. Sonra isə təmiz suda yaxşıca durulayıram. Suyumuz məhdud olduğu üçün qabları bu qaydada yumağa öyrəşmişik. Biraz zəhmətli olsa da axırda bütün qablar təmiz və səliqəli olur. İndi də hamısını yuyub yerbəyer edəcəyəm.
İndi istəyirəm bu çaynikin üstünü təmizləyim. Görürsünüz də nə cündədir. Bunu əslində hər gün için təmizləyirəm, amma bu tərəfləri adi suyun altında təmizlənmir. Ona görə də indi istəyirəm Pimalux'la bunu təmizləyim. Belə oldu. Bayaqçına baxanda normaldı, amma düz çox təmiz olmadı. Bu çaydanı təmiz eləmək üçün bilmirəm nə lazımdır. Əslində çox çətindir. Ondan sonra təzəsini almaq yaxşıdır. Qaz plitəsini təmizləmək istəyirəm sizinlə bir yerdə. Bunu da Pimalux'la təmizləyəcəm. Görək necə alınır. Şimdi buranı da belə təmizlədim. Düzdür, çox da ideal alınmadı. Bilmirəm niyə bu yanan yerləri getmir. Buna lazımdır. Cücdü bir şey. Yəni Pimalux'dan da cücdü. Ona görə də belə alındı. Nədir o da? Qaynanam gəlib özü təmizləyər. Belə indi rişotkasını da taxım. Rişotkanı da belə suyun altında yudum. Yox, düzgün eləməmişim. Birinci lazımdır bunları. Bunu ve bunu. Belə. İndi istəyirəm sizinlə bir yerdə bu stolun üstünü təmizləyim. Burada çox lişni şeylər var. Ona görə də buranı təmizləmək istəyirəm. Sizinlə bir yerdə buranı səliqəyə salmaq. Buraları biraz temizleyenden sonra oğlumla biraz istirhacağız ve sonra başlayacağım yemek pişirmeye, akşam yemeğini. Çünkü bizde artık akşamdı. Bakın canım, burada toyuklar nağarır. Cüceler de aslında toyuk değil. Mama. Ha. Ayıka. Ayıcık da, orada da bizim kuzularımız var. Bu da şeyimizdi, bizim değil, komşunundu. Bizimki balacadı hele. Burada ot yiyir.